Salam əziz dördüncülər, sizləri kanalımda xoş gördük. Biz bugün 4-cü sinif riyaziyyat 2-ci hissə dərsindən səhifə 75-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağınızı və videolarımızı bəyənməyinizi xahiş edirik. Gəlin başlayaq. Eyni rəngli ulduzlar eyni ədədi göstərir. Hər ulduza uyğun ədədi verilən ədədlər arasından tapın. 5, 6, 7, 8, 9, 10, 16. Deməli, burada bizə eyni rəngli ulduz verilmişdir. Onların cəmi 12-dir. Deməli, burada 6 olacaqdır. Mavi ulduz 6-dır. 6 üstəgəl 6 edir 12. Burada eyni rəngli ulduzun hasili 81 edir. Deməli, bu 9-dur. 6 üstəgəl 6, 12. 9 vur 9, 81. Üçüncü, 15 üstəgəl 5 üstəgəl 5 bərabərdir 25. Dördüncüdə, 30 çıx 16 bərabərdir 16 çıx 2. Deməli, 30-dan 16 çıxanda 14 qalır. 16-dan 2 çıxanda 14 qalır. Bu bərabərdir. 5-ci, 28 çıx 7 çıxılsın 7 bərabərdir 14. 6-cıda 10 üstəgəl 10 bölünsün 5 bərabərdir 4. Misal 20. Əvvəlcə bərabərliyin sağ tərəfini hesablayın, sonra isə tənliyi həll edin. 3500 çıx x bərabərdir 1200. X bərabərdir, x-i tapmaq üçün 3500-dən 1200-ü çıxarıq, x bərabərdir 2300. Y çıx 285 bərabərdir 200 vur 30. Y bərabərdir 6000 üstəgəl 285. Y bərabərdir 6285. 4725 bölünsün b bərabərdir 1155 bölü 11. 4725 bölünsün b bərabərdir 105. B bərabərdir 4725 bölünsün 105. B bərabərdir 45. N vur 28 bərabərdir 2268 bölü 9. N vur 28 bərabərdir 252. N bərabərdir 252 bölü 28. N bərabərdir 9-a. 1200 üstəgəl a bərabərdir 76 vurulsun 102. 1200 üstəgəl a bərabərdir 7752-yə. A-nı tapmaq üçün 7752-dən 1200-ü çıxarıq. A bərabərdir 6552. C bölünsün 16 bərabərdir 84 vur 6 çıxılsın 120. C bölünsün 16-nı olduğu kimi saxlayırıq. 84-ü 6-ya vurduqda edir 504. 504 çıx 120. C bölünsün 16 bərabərdir 384. C bərabərdir 384 vurulsun 16. C bərabərdir 6144. Keçək misal 21. Dəyişənlərin verilmiş qiymətləri üçün ifadələrin qiymətini tapın. Gördüyümüz kimi bura bizə də A verilmişdir. A-nı 135-i hər bir ifadədə yerinə qoyub hesablayacağıq. 204 vur 135 çıx 4890 edir 27540 çıxılsın 4890 edir 22650. 13 vur 135 çıx 499 bərabərdir 1755 çıx 499 bərabərdir 1256. Mörtəzədə 135 üstəgəl 65 vurulsun 300 çıx 135 bərabərdir. 135-in üstünə 65 gəldikdə edir 200. 300-dən də 135 çıxanda 165 qalır. Onların hasili edir 33000. 75 vur 228 çıxılsın 228 bölü 12 bərabərdir 17100 çıx 19 edir 17081. 21 vurulsun mörtəzədə 228 çıx 200 üstəgəl 12 bərabərdir 21 vur 28 üstəgəl 12 edir 600. 1228 çıx 228 bölünsün mörtəzədə 12 çıx 6 bərabərdir 1228 çıxılsın 228 bölü 6 bərabərdir 1228 çıx 38 edir 1190. 76 vurulsun 48 üstəgəl 532 bölünsün 76 bərabərdir 76-nı 55-ə vurarıq edər 4180. 30.000 çıx 204 vurulsun 76 üstəgəl 1200 bölünsün 48 bərabərdir 30.000 çıxılsın 15504 üstəgəl 25 edir 14521. Misal 22. Açılış hansı kuba uyğundur? Deməli, baxaq şəkilə. Deməli, B variantında olan kuba uyğundur. Misal 23.
Usta döşəməsi kvadrat formasında olan şəkildəki otağın hər divarına divar kağızı yapışdırmaq üçün otağın ölçülərini qeyd etdi. Kağız yapışdırılacaq divarların ümumi sahəsi nə qədərdir? Bir rulon divar kağızını asdıqda onun eni 1 metr, uzunluğu isə 12 metrdir. Usta neçə rulon divar kağızı almalıdır? Bir rulonun qiyməti 23 manat olarsa, divar kağızı üçün neçə manat ödəməlidir? Deməli, gəlin bir-bir suallarımızı şəkilə baxıb suallarımızı cavablandıraq. Kağız yapışdırılacaq divarın ümumi sahəsi nə qədərdir? Beşi 3-ə vurarıq, çıxılsın 2 vur 1 edir 13. 5 vur 3 çıxılsın 2 vur 1 edir 13. 2 vurulsun, mörtəzədə 5 vurulsun 3 edir 30. 30 üstə gəl 2 vurulsun 13 edir 56 kvadrat metr. Keçək ikinci suala. Bir rulon divar kağızına asdıqda onun eni 1 metr, uzunluğu isə 12 metrdir. Usta neçə rulon divar kağızı almalıdır? 1-i 12-yə vurarıq, edər 12 kvadrat metr. 56-nı 12-yə bölərik, edər 4, qalıq 8. Deməli, 4 üstə gəl 1 bərabərdir 5. Deməli, usta 5 rulon divar kağızı da daha almalıdır. Bir rulonun qiyməti 23 manat olarsa, divar kağızı üçün neçə manat ödəməlidir? 5-i vurarıq 23-ə, edir 115 manat. Deməli, divar kağızı üçün 115 manat ödəməlidir. Məsələ 24. Keks üçün 10 xörək qaşığı şəkər tozu lazımdır. 1 çay qaşığının tutumu 2də 1 xörək qaşığına bərabərdir. Keks üçün neçə çay qaşıq şəkər tozu götürmək lazımdır? Sxem və ya şəkil çəkməklə məsələni həll edin. Deməli, burada 10-u vurarıq 2-yə, edər 20. Deməli, 20 çay qaşığı lazımdır. Məsələ 25. Dairəvi diaqrama əsasən suallara cavab verin. Deməli, gəlin dairəvi diaqrama baxaq. Zambaq 3də 1, Nərgiz 4də 1, Yasəmən 4də 1, Qızılgül 6da 1. Suallarımızı cavablandıraq. Ən çox hansı güldən əkildi? Diaqrama əsasən suallara cavab verək. Deməli, zambaq. Hansı güllərindən eyni saydadır? Nərgiz və Yasəmən. Üçüncü sual. Bağda cəmi 48 gül əkildi. Hər güldən nə qədər oldu? Deməli, zambaq 48 bölü 3 edir 16. Yasəmən 48-i 4-ə bölürük 12. Nərgiz isə 12. Qızılgül də 48 bölü 6 bərabərdir 8. Bugünkü tapşırıqlarımız bu qədər, əziz dördüncülər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.